Salam vətənimin gözəl insanlarına. Hansı o çiğdəmanlar və hörülmə daşlar dəfiniyə mərbutdular? Bu barəyə görə 3 dənə mühüm əsl vardı ki, gərək onları təvəccüh eləyək. Hörülmə yerin əbadi, çiğdəmanın haləti və şişli və növ daşları ki, dəfinənin çiğdəmanı üçün istifadə olunubdu, çox haizi əhəmiyyətdilər. Hər nə mənədən qabaq, çiğdəmanın əndazəsi və əbadi gərək məqulanə ola. Yekə çiğdəmanlar çoxdər qədimki məskuni sazələrə mərbutdular, bəxüsus əgər daşlar mürəbbə və müstətil şişlidə hörülələr. Dəfinə yabidə, dairə və beyzi çiğdəmanlar çoxdər haizi əhəmiyyətdilər və bir dənə fövqəladə mühüm nöqtə ki vardı, odur ki daşlar gərək bir halətdə qurulalar ki, rişəli olalar. Qərar deyil həmişə dəfinə çiğdəmanında dəbərdənməyən daşlardan istifadə oluna. Əgər dəfinə sazəsində xırda daşlardan da istifadə olunsa, gərək rişədar olalar və be istilah daşlar bir miqdar torpaq altında olalar. Yer üstündəki çiğdəmanlar əksərən bir ərzişdilər və çoxdər haləti karborduları var imiş. Dəfinə sazəsində səy eləmişlər möhkəm və sınmayan daşlardan istifadə eləyələr və inki daşların təraşı olaymış. Siz üçün bir misal veriyəm. Məsələn, bir 100 metri evin məsahətində mürəbbə ya müstətil çiğdəman müşahidə eləsəz. Bu biz üçün bir ərziş olacaq. Çün bir qədimi evin peyi olacaq. Vəli əgər bu çiğdəman balaca əndazədə gəlsə, məsələn, bir 6 metri fərş əndazəsində imkanı çoxdur ki, dəfiniyə mərbut ola, bəxüsus əgər səng fərş halətində ola. Əgər sazənin içində gəlsə, bu ərziş olar. Məsələn, bir rişədar dairə halətində çiğdəmanımız ola ki, dairənin içəri qotri 8 qədəm ola və əgər bu dairənin çiğdəmanının içində bir mürəbbə ya müstətil balaca sazəmiz olsa, ərzişmən sazələrdən olacaq. Pəs dəfinə sazəsi hər şişlidə gəlsə, gərək əndazəsi və əbadi, balaca və məqulanə ola. Daşlar təraşlanmış, mürəttəb, münəzzəm və rişədar olalar. Mürəbbə ya müstətil səngfərşlər, təndir, təkin dairə və beyzi çiğdəmanlar, bir təhdaş və qərib daş sazənin vəsətində və taqdar çiğdəmanlar biz üçün bu ərziş çiğdəmanlardan ola bilərlər. Ya həq!